Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz Şahmurov Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn edilib. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə dövlət himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələr düzülüb. Tabutun büküldüyü dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub. Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova jurnalistlərə açıqlamasında bildirib ki, bugün 33 illik həsrətə son qoyulub. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi şəhidi Mübariz Şahmurov 1963-cü il iyunun 12-sində Sabirabad rayonunun Navdan kəndində anadan olub. 1992-ci il fevralın 26-sında Xocalı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb. Mübariz Şahmurov 1-ci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bugün dəfn olunan 3 şəhiddən biridir. Allah hamısına rəhmət eləsin. Bugün hisslərimi danışmağa çox çətinlik çəkirəm. Çünki həm sevinç, həm kədər, həm şəhidimə olan qürur hissim hamısı bir aradadır bugün. 33 illik həsrətimizə son qoyuldu. Xocalı istiqamətində, hamıya məlumdur Xocalı soyqırımı. Xocalı soyqırımında 6 döyüşçü oğlan o boyda ordunun qabağına çıxdı. Dik ordunun qabağında durdular. Heç nədən qorxmadılar, çəkinmədilər. Nəhayət ki, atam 33 il sonra öz adı və öz nəşi ilə torpağa tapşırıldı və atamın torpağa tapşırılması bütün itkin şəhid ailələri üçün bir ümiddir. Atam Şahmurov Mübariz Ağasüyeyin oğlu Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş soydaşlarımızdan biridir. Biz onun adını daim uzaq tutmuşuq və bundan sonra da tutmağa borcluyuq. Allah dövlətimizi, ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin.